Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 39-un davamını izah edəcəm. Səhifə 62 və 63, iş vərəqi 3. Sözləri tapmağa cəhd edin. Deməli, burada bizə çoxlu sözlər verilib və biz bunları tapmalıyıq. Əvvəlcə baxırıq çirklənmə. Çirklənmə burada verilib. Günəş. Günəş də burada. Siz istəyirsiniz buna belə baxın. Mən isə digər səhifəni izah edəcəm. Çünki bu çox asan şeydir. Üstündə çox durmayım bunun. İndi keçirəm səhifə 63-dəki tapşırıq işləməyə. İş vərəqi 4. Fəaliyyətlərimiz canlıların müxtəlifliyinə təsir edir. Tapşırıq 1. Yuxarıdakı şəkil bir neçə il ərzində otlaqda baş verən dəyişiklikləri nümayiş etdirir. Sizcə otlaqdakı heyvanlara nə olacaq? Növlərdəki dəyişikliyin səbəblərini yazaraq izah edin. Deməli, ilk öncə baxırıq ki, şəkildə bitkilərin sayı çoxdur da. İndi əkinçilik üçün yerlərdə, əlverişli yerlərdir. Baxırıq ki, tarlalarda bitkilər yaxşı yetişdirilib. Və sağdakı şəklə baxırıq ki, heyvanların növləri də çox müxtəlif növlər çoxdur. İkinci şəkildə görürük ki, artıq bitkilərin sayı azalıbdır. Və bitki ilə qidalanan heyvanların da sayısı buna görə azalıbdır. Çünki bəzilərinin sayısı azalıb, çünki onlar bitki yeyirlər. Və üçüncü şəkildə də görürük ki, artıq heç bir bitki qalmayıbdır. Ona görə də bitki yeyənlər də yoxdur. Yəni ot yeyənlər də yoxdur, ət yeyənlər də yoxdur. Çünki ət yeyənlər ot yeyənlərlə qidalanır. Ancaq ot yeyənlər də otu yediyinə görə, otların sayısı azaldığına görə onlar da artıq məhv olur. Və ət yeyənlər də ot yeyənlərlə qidalana bilmədiyinə görə onların da sayısı azalır. Yəni izahını belə verdim. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.